Çörək peçi üçün qapı aldığınız zaman ən vacib onun ölçüsünə diqqət eləməkdir. Yəni bişirəcəyiniz yeməkləri o həmin qapıdan rahat formada keçəcəkmi, keçməyəcəkmi, onu əvvəlcədən nəzərə almalısınız. Bizim mağazamızda olan qapıların ölçüsü yəni kifayət qədər genişdir. Eni 50 santimdir, hündürlüyü 39 santimdir. Yəni bunun içərisindən çox rahatlıqla istədiyiniz yeməkləri hazırlaya bilərsiniz. Videonun davamında bizdən bu aksesuarları alan müştərimiz üçün usta böyük bir kompleks hazırlayıb. Çörək peçində bu qapaq necə görsənir və mağazamızda satışda olan təkərli səbət aksesuarını da bu qapağın içərisində necə rahatlıqla keçirdiyini, necə rahatlıqla istifadə etdiyini görə bilərsiniz. Sizə də bu cür çörək qapıları lazımdırsa, aşağıda əlaqə nömrəmiz qeyd olunub. Məhsulların qiyməti ilə bağlı zəng edək və WhatsApp-a yazıb da öz sifarişlərinizi verə bilərsiniz. Mağazamızda çörək peçinə aid və təndirə aid çox maraqlı aksesuarlar var. Bu da kürəmizin dərəcəsi. Üç yüzü yığıb. Bu da yanma tempi. Baxın. Təhvil verirəm. Yandırıram, özü də görsün ki, necə işləyir. Bu da gördüyünüz kimi təkərli qabdır, topqasıdır. Nə istəyirsiniz pişirə bilərsiniz. Balıq, toyuq, pizza, çörək. Nə istəsəniz pişirə bilərsiniz əziz dostlar. Baxın. İşimi təhvil verirəm. Dərəcəyə də baxın. 280, 250-də nə pişirsəniz onu qoya bilərsiniz.